Bu hansı şərəfə sığır? Bir, ananın gözünün qabağında, müqəddəs Ramazan ayında evlatlarını güllələyəsən və əyağını qoyarsan onun cəsədinin üstə, ananın gözü baxır. Ananın gözü qarşısında əyağını qoyarsan o cəsədin üstünə və iftixarla bir şəkil çəkdirəsən, bunu paylaşırsan. Bugün o tirajlanan o videolar, tirajlanan o cinayətlər, o qətliamlar, özü də hayasızcasına olunan o qətliamların qarşısında bəşər hüquqlarını müdafiə edən təşkilatlar ağızlarına su alıb dururlar. Bunlar cəhənnəmə. O düyülərin üstündə nədir, belə bu cür yekə quzuları gətirirlər, belə dəvələri belə qoyurlar. Qollarını çərməyirlər, belə əllərinə yağzat tökürlər, belə əllərindən o dəvənin ətini yeyirlər, o quzuyun ətini yeyirlər. Sonra da uzanırlar, qarınlarını bu cür sığallayırlar. Bunlardan heç səs çıxmadı. Bunların başına göydən yekə bir daş düşsün, altında qalsınlar. Nə oruçdur bu oruç? Sən öz qarnına qulluq elə. Sənin dilindən, sənin dinindən, sənin məzhəbindən olan bir insanı bu cür soyqırım eləyərlər. Heç dinmə, danışma, ağzına su al. Elə otur gecələr iftarı vaxtını gözlə, ye uzan, sabah ertədə ye hayı, orucu azana qədər də daha bura qədər doldur, günorta da məst yat ta axşama qədər bu oruc sənin başına dəysin. Həqiqətən sənin başına dəysin bu oruc, belə oruc. Allah Taala belə oruc istəmir. Deyirsən oruc tut, özünü islah elə və cəmiyyətə yardım elə. Bugün cəmiyyət gör nə vəziyyətdədir. İnsanlar gör, medialar nə cür alladır. İnsanları gör, nə cür ələ alır. Sidneydən başladılar. Sidneydəki zülümləri ifşa elədilər. Güya bunlar rəhimli birisidir. Ta o zamana qədər ki, insanları inandırırlar. Və bugün öz xəbis niyyətlərini eşk edirdi.